Salam, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Nuriyeva. Bugün sizinlə tədris edəcəyimiz mövzu morfologiya bölməsi əvəzliyidir. Biz bilirik ki, bütün əsas nitq hissələrinin özünə məxsus ümumi qrammatik mənası var. Yəni deyir ki, isim əşyanın adını, sifət əlamət keyfiyyətini, feil hərəkətini, sa isə əşyanın sırasını və miqdarını bildirən əsas nitq hissəsidir. Amma təbii ki, əvəzi əsas nitq hissəsi olmasına baxmayaraq, digər əsas nitq hissələrindən nəyə görə fərqlənir? Özünə məxsus ümumi qrammatik mənasının olmamasına görə. Çünki əvəzin ümumi qrammatik mənası yoxdur. Əvəzlik əsas nitq hissələrini əvəz edən sözlərə deyilir. Əvəzi bütün əsas nitq hissələrini əvəz eləyir və əvəz etdiyi nitq hissələrin xüsusiyyəti daşıyıcı olur və suala cavab verdiyi nitq hissəsini əvəz etmiş olur. Məsələn, biz deyirik ki, məndən. Sizdə məndən sözü sizdə şəxs əvəzliyidir və cavab verirsiniz də kimdən sualına. Kimdən sualı sizdə ismin sualıdırsa, deməli məndən əvəzliyi ismi əvəz etmiş olur. Özünə məxsus qrammatik çəkicisi yoxdur. Təbii ki, bu da yenə onu digər nitq hissələrindən fərqləndirmiş olur ki, özünə məxsus bir qrammatik çəkicisi yoxdur. Əvəzli bütün cümlə özləri vəzifəsindən çıxış edə bilir və əvəz etdiyi bütün nitq hissələrinin xüsusiyyəti daşıya bilmir. Nə deməkdir? Biz deyirik ki, məsələn, şəxs əvəzləri ismi əvəz edir. İsmi əvəz etməsinə baxmayaraq ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Biz deyirik ki, əvəzin qurucca növləri var. Ümumiyyətlə, bütün əsas nitq hissələri qurucca 3 növ olur. Sadəsi, düzəltməsi və mürəkkəbi. Sadə əvəzlərin çoxu, məsələn, şəxs əvəzləridir, işarə əvəzləridir ki, sizdə quruluş baxımından sadədir. Daha sonra təyin əvəzləri ki, quruluş baxımından sadədirlər. Məsələn, mən, sən, o, bu, elə, belə, həmin, nə, necə, daha sonra bəzi, hamı sözləri və s. Bunlar sizdə quruluş baxımından olur sadə əvəzlər. Düzəltmə əvəzlərə nümunə kimi qeyd edə bilərik. Biri, daha sonra kimsə, nəsə, hərə, sual əvəzliyi, neçənci, haralı sual əvəzlərini qeyd edə bilərik. Mürəkkəb əvəzlər isə sizdə bilirik ki, mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb əvəzlərə qeyd edək filan kəs sözünü, filan və kəs sözlərinin birləşməsindən yaranıb. Hər kəs, heç kim, heç nə etdi, nə edəcək, bunlar sizdə quruluş baxımından mürəkkəb əvəzlər olur. Əvəzliyin mənaca növləri. 5 dənə özünə məxsus məna növü var. Şəxs əvəzliyi, işarə əvəzliyi, qeyri-müəyyən, təyini və sual əvəzləri. Gəlin ilk öncə danışaq görək şəxs əvəzləri nədir? İsmi yerində işlənən, şəxs anlayışını bildirən, kimdən suallanan birinə cavab verən əvəzlər bizdə adlanır şəxs əvəzləri. Deməli, şəxs əvəzləri yadda saxlayın ki, quruluşca yalnız sizdə sadə olur. Və şəxs əvəzləri kəmiyyət baxımından tək və cəm olur. Tək əvəzliklər, şəxs əvəzləri mən, sən, o. Cəmdə işlənənlər biz, siz və onlar. Dedik ki, kəmiyyət baxımından tək və cəmdə olur. Təklər mən, sən, o. Cəmlər isə biz, siz və onlardır. Yadda saxlayaq ki, birinci və ikinci şəxsin bildirən əvəzlər fərqlənmir, təki olsun və yaxud da cəmi olsun. Birinci və ikinci şəxs aid olan əvəzlər yalnız insana aid olur və kim suala cavab verir. Üçüncü şəxsi bildirən əvəzlər isə sizdə həm insana, həm də digər canlı və cansız varlıqlara aid ola bilir və onları əvəz edir. Həm kim, həm də nə sonra cavab verir. Yəni, insana aid olduqda üçüncü şəxs əvəzi kim sualına, digər canlı və cansız varlıqlara aid olduqda isə nə sonra cavab vermiş olur. İsmi əvəz edir, əsas xüsusiyyəti sizdə ismi əvəz etməsin. İsmi əvəz edirsə, təbii ki, ismə məxsus bəzi xüsusiyyətlər var ki, bunu da neyini qəbul etmiş olur. Məsələn, isim kimi çox rahatlıqla hallana bilər. Mən şəxs əvəzini hallandıram. Mənim, mənə, məni, məndə və məndə. Şəklində siz əvəzliyi, şəxs əvəzlərini hallandıra bilərsiniz. Burada bizim diqqətli yetirəcəyimiz bir məqam var ki, biz bilirik ki, mən və biz əvəzlikləri. Yiyəlik hal üzrə dəyişdiyi zaman bilirik ki, yiyəlik halın şəkilçisi N+4 şəkilçisidir. Mən və biz əvəzləri yiyəlik halın şəkilçisini N+4 formasında deyil, N+4 formasında qəbul edir. Yəni, hallandıraq mənim və bizim formasında yiyəlik hal şəkilçisini qəbul etmiş olur. Daha sonra şəxs əvəzlikləri ismə məxsus olan cəmlənmək kateqoriyasına qəbul edə bilirlər. Burada yalnız bir məqama diqqət yetirək ki, mən və sən əvəzliyindən başqa yerdə qalan bütün şəxs əvəzləri cəmlənə bilirlər. Yəni, mənlər və sənlər şəklində siz
Mən və səni cəmləndirə bilməlisiniz. Amma digər şəxs əvəzləri sizdə cəm şəkilsini qəbul etmiş olurlar. Daha sonra sizdə şəxs əvəzləri dedik, ismə məxsus hal şəkilsini qəbul edə bilir, ismə məxsus cəm şəkilsini qəbul edə bilir, şəxs xəbərlik şəkilsini qəbul edib cümlədə xəbər ola bilir. Kitab mənimdir şəklində qəbul edir. Amma yadda saxlayın, ismin mənsubiyyət kateqoriyasını heç bir zaman qəbul edə bilmirlər. Yəni, nə nəzərdə tutduq? Şəxs əvəzləri heç bir zaman mənsubiyyətə görə dəyişmiş olmur. Bunu bəzən tələbələr qarışdırırlar nə ilə? Mənim və bizim sözlərindən bilirik ki, mənsubiyyətdə birinci şəxsin təkinin mənsubiyyəti ım üstü 4-dür. Məsələn, deyirik mənim kitabım. Baxın, kitabın sözündəki ım şəkilsi də mənsubiyyət şəkilsidir. Biz deyirik ki, mənsubiyyət şəkilsi söz özdən əvvəl nə qəbul edilir? Yəri çaldı söz. Baxın, onu belə sübut edə bilirik ki, buradakı mənim sözündəki imlə də sizdə yəri çal şəkilsidir. Mənsubiyyətin birinci şəxsin təki ilə mənim sözündəki ımı oxşarlıq təşkil etdiyinə görə, yəni fonetik tərkibcə bunlar oxşarlar və buna görə deyirlər ki, mənim və bizimdəki im mənsubiyyəti. Xeyr, səhvdir. Formaca bu mənsubiyyətə oxşasa da, amma bilirsiniz ki, buradakı şəkilsi sizdə yəlik halın ın şəkilsidir. Sadəcə burada yəlik halı qəbul etməsində biraz fərqlilik özünü göstərmiş olur. Yadınızda saxlayın. Daha sonra şəxs əvəzlərindən mən, sən və o şəxs əvəzləri çıxışlı halın şəkilsi dan şəkilsini qəbul etdiyi zaman bu sözlərin yazışı ilə deyilişi arasında fərq əmələ gəlir. Məsələn, məndən şəklində yazılır. Çıxışlı hal şəkilsi qəbul edir və tələffüz olunur məndən şəklində. Yəni nə nəzərdə tutduq? Dan şəkilsi bu tipli sözlərdə nan kimi tələffüz olunmuş olur. Səndən, 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 ondan, ondan şəklində tələffüzə rast gələ bilirsiniz. Daha sonra siz hər hansısa bir kontekst daxilində bilirsiniz ki, şəxs ümumiyyətlə sözün ortasında gələrsə şəxs əvəzləri kiçik hərflə yazılmalıdır. Amma hörmət və siz rəsmiyyət mənasında əgər ki, siz əvəzdən istifadə edirsinizsə, hər hansısa bir hörməti və yaxud da rəsmiyyəti ifadə etmək üçün siz əvəzliyini cümlə daxilində böyük hərflə yazırsınız. Məsələn, mən sizi alqışlayıram. Təbii ki, burada sizdə soruşsa ki, siz əvəzliyinin böyük yazılması səbəbi nədir? Deyə bilərsiniz ki, hörmət və rəsmiyyət mənasını işlədiyinə görə böyük hərflə yazmış olursunuz. Daha sonra biz deyirik ki, şəxs əvəzləri müstəqil işlədikdə yalnız ism əvəz edir. İsimdən başqa heç bir hissəsini əvəzləmir. Amma ola bilər ki, mətn daxilində işləndikdə sizdə sifəti, sayı və feili sifəti əvəz etmiş olsun. Məsələn, deyək ki, 5-cilər qalib gəldi. Müəllim onları təbrik etdi. Aha. Verilən bu cümlədə, yəni birinci şəxs əvəzliyimizi tapaq, deyirik ki, onlar, üçüncü şəxsin cəmli şəxs əvəzliyi ifadə olunur. Artıq burada kontekst daxilində işlədiyinə görə şəxs əvəzliyi birinci cümlədə ifadə olunan beşincilər sözünü əvəz edib. Təkrarçılığa yol verilməsin deyənə biz burada onlar əvəzliyi birinci cümlədə işlənmiş nəyi əvəz etmiş olur? Sıra sayını. Deməli, siz əslində burada verilən cümləyə əsasən gəlib demirsiniz ki, şəxs əvəzliyi sıra sayını əvəz edir. Belə bir anlayış yoxdur. Mətn daxilində isimləşmiş sifəti, sayı, feil sifəti əvəz edə bilər. Amma yenə deyim ki, bu sadəcə kontekst daxilində mümkündür. Müstəqil halda yalnız ism əvəz etməsindən danışa bilirik. Daha sonra sintaktik cəhətdən şəxs əvəzləri müxtəlif cümlə üzvü vəzifəsində işlənirlər, amma biz deyirik ki, mən və sən əvəzliklərindən başqa. Bizdə qalır yerdə biz, siz və onlar. Biz, siz və onlar şəxs əvəzləri cümlədə yönlü hal şəkilsi qəbul edərək bizə, sizə, onlara şəklində işlənir və cümlənin yer zərfliyi kimi sintaktik vəzifə daşıyır. Bizə gedək, sizə gələk. Haraya sualına cavab verir və cümlədə sintaktik cəhətdən yer zərfliyi vəzifəsinə işlənir. Yadımızda qalsın. Daha sonra qeyri-müəyyən əvəzlər nədir? Qeyri-müəyyən əvəzliklər
İsmin yerində işlənən qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzlər də ismin yerində işlənən və qeyri-müəyyən şəxsi və yaxud da əşyanı ifadə edən əvəzlərə deyilir. Kimsə, hərə, biri, hər kəs, hamı, heç nə, bəzi, nəsə, filan kəs sizdə deməli adlanır qeyri-müəyyən əvəzlər. Quruluşca sadə, düzəltmə və mürəkkəbinə biz rast gələ bilirik. Sadəsinə biz deyirik ki, hamı, bəzi, düzəltmə olanlara bayaq nümunə çəkdik. Biri, kimsə, kimi sizdə bunlar adlanır düzəltmə. Mürəkkəblənə deyirik ki, filan kəs, heç nə, heç kim, hər nə bizdə mürəkkəb qeyri-müəyyən əvəzlər adlanırlar. İsmi əvəz eləyir və deyirik ki, ismi əvəz eləyir, təbii ki, ismə məxsus xüsusiyyətləri daşımalıdır. İsim kimi hallana bilər. Məsələn, filan kəs, filan kəsin, filan kəsə, hamı, hamının, hamıya çox rahatlıqla ismə məxsus hallama xüsusiyyətini qəbul edir. Biz deyirik ki, qeyri-müəyyən əvəzlər ismi yerində işlənir və ismi əvəz edir. Qeyri-müəyyən əvəzliklərdən bəzi əvəzliyi var ki, bəzi əvəzlik sifətin yerində işlənir, yəni müstəqil halda sifət əvəz edir. Bəs ismi nə zaman əvəz eləyə bilər? İsmi əvəz etməsi üçün sizdə bəzi əvəzliyi mənsubiyyət şəkilsi qəbul edib hallanır. Yəni hallanması üçün birinci mənsubiyyəti qəbul etməlidir, daha sonra hal şəkilsi. Mənsubiyyət şəkilsini qəbul edir, hallanır və ismi yerində işlənmiş olur. Yanınızda qalsın. Məsələn, deyirəm ki, əvəz sifət əvəz edək. Bəzi insanlar bunu bilmir. Yadda saxlayın, hər hansısa bir əvəzin hansının ilk hissəsini əvəz etməsini istəyirsinizsə, öyrənmək istəyirsə, ona sual verin. Hansının ilk hissəsinin sualına cavab verirsə, deməli həmin ilk hissəsini əvəz etmiş olur. Məsələn, deyirik ki, bəzi insanlar bunu bilmir. Hansı insanlar? Hansı sualı bilirik ki, sifətin sualıdır. Burada qeyd edirik ki, bəzi sözü sifəti əvəz etmiş oldu. Bəs bəzi sözü hansı cümlələrdə ism əvəz edir? Dediyim mənsubiyyət şəkilsi qəbul edib hallanmalıdır. Daha sonra ism əvəz edir. Bəzilərini mən oxumuşam. Aha. Baxın, oxumuşam. Kim? Mən. Nəyi oxumuşam? Bəzilərini. Bəzilər cəm şəkilçisi, bəziləri mənsubiyyət və təsirli halın şəkilçisidir. Kim verir? Birinci sizdə mənsubiyyəti qəbul edib, daha sonra hal şəkilsini qəbul etdi və ismi əvəz etmiş oldu. Daha sonra mənsubiyyətə görə dəyişə bilər. Yəni şəxs əvəzlərindən fərqi odur ki, şəxs əvəzi mənsubiyyətə görə dəyişə bilmir, amma qeyri-müəyyən əvəzlərdən bəziləri var ki, çox rahatlıqla mənsubiyyətə görə dəyişə bilir. Amma bizdə hamı, hərə və bəzi qeyri-müəyyən əvəzləri var ki, bu əvəzilər birinci, ikinci və üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyətini qəbul edə bilirlər. Yəni, bunu qaydanı bilməsək belə, bunu mənsubiyyətə görə dəyişərkən tapa bilərik ki, mənim hamım deyə bilmirik. Amma bizim hamımız, sizin hamınız deyə bilirik. Deməli, tək üzrə dəyişə bilmir şəxslər üzrə, amma cəm şəxslər üzrə çox rahatlıqla dəyişə bilirlər. Daha sonra, qeyri-müəyyən əvəzlərdən bəziləri cəmlənə bilir. Məsələn, nümunə kimi deyə bilərik ki, kimsələr, filan kəslər, bəziləri cəmlənir. Amma hamı, hərə və biri. Deməli, hamı, hərə və biri. Qeyd etdiyim əvəzliklər lar cəm şəkilsini qəbul edə bilmir. Yadınızda qalsın. Cümlə üzvü baxımından müxtəlif cümlə üzvü kimi işlənə bilir. Cümlənin mübtədası, tamamlıq, xəbəri vəzifəsində işlənir. Təyinit kimdə işlənir? Təyinit kimi işləməsi üçün bizə bəzi əvəzliyi kömək etmiş olur. Yadınızda qalsın. Daha sonra təyin əvəzlər. Təyin əvəzlər nədir? Yadda saxlayaq ki, testlərdə bizdən soruşur ki, məsələn, şəxs əvəzliyi hansıdır, qeyri-müəyyən əvəzliyi hansıdır? Bunu bizə ad olaraq soruşur. Amma təyin əvəzliyi soruşmaq üçün, tapmamız üçün bizə təyin əvəzinin qaydasını verir. Təyin əvəzi nə deməkdir? Əşyanı ümumi şəkildə təyin etmək üçün, yəni ümumi şəkildə müəyyən etmək üçün işlədən əvəzlərə deyirik təyin əvəzlər. Təyin əvəzləri quruluşca yalnız sadə olur. Hansılardır? Deyirik ki, hər, bütün, filan, öz və eyni. Təyin əvəzləridir və fikir verirsəniz quruluş baxımından yalnız nədir sizdə? Sadə. Cümlədə isimdən əvvəl gələrək onları təyin edir. Məsələn, filan əsəri bilirəm. Deməli, əsər isimdən əvvəl gəlmiş olur və nə edir? Onu təyin etmiş olur.
və sifəti əvəz edir. Sifət kimi hansı suala cavab verir və cümlədə əgər sifət kimi hansı suala cavab verirsə, sintaktik cəhətdən təyin olur. Daha sonra hər və bütün əvəzilərin, bütün təyin əvəziləri sizdə qrammatik şəkildə qəbul etmir. Yəni nə deməkdir? Morfoloji dəyişikliyə məruz qalmır deməkdir bu. Heç bir qrammatik şəkildə qəbul etməyəcək. Daha sonra sizdə var eyni əvəzliyi. Eyni əvəzliyi morfoloji dəyişikliyə məruz qalır. Yəni qrammatik şəkildə qəbul edir və qrammatik şəkildə qəbul edib, yəni ismə məxsus mənsubiyyəti qəbul edə bilər, cəmi halı qəbul edib ismə əvəz edə bilər. Eynisini mən almışam. Baxın, nəyi mən almışam? Eynisini. Cümlədə nəyin sonra cavab verir və mənsubiyyət şəkilsini qəbul edib ismə əvəz etmiş olur. Daha sonra öz əvəzliyi təyin əvəzliyidir. Öz əvəzliyi mənsubiyyət şəkilsi qəbul edib birinci mənsubiyyəti qəbul etməlidir. Daha sonra ismin xüsusiyyətlərini daşıya bilir. Biz deyirik ki, öz əvəzliyi həm ismi əvəz edir, həm də sifət əvəz etmiş olur. Amma nə zaman ismi, nə zaman sifət əvəz edir, gəlin buna diqqət yetirək. Öz əvəzliyi isimləşərkən, yəni birbaşa mənsubiyyət şəkilsini özünə əgər ki, qəbul edirsə, bu zaman deyir öz əvəzliyi isimləşir və ism əvəz edir. Özüm alaram. Deməli, ümumiyyətlə yadda saxlayaq ki, öz əvəzliyi mənsubiyyət şəkilsiz olmadan işləmir. Nədir? Yəni, ya biz mənsubiyyət şəkilsini öz əvəzliyinin özünə artırırıq, birbaşa özü qəbul edir və yaxud da öz əvəzliyini artıra bilmiriksə, həmin əvəzlidən sonra gələn sözü biz mənsubiyyət şəkilsi verməliyik. Məsələn, deyirik ki, öz kitabımı geri alacağım. Aha. Fikir verirsə, mənsubiyyət şəkilsi olmadan işləmir. Birinci cümlədə biz mənsubiyyəti T əvəzini özünə artırdıq. İkinci cümlədə isə özündən sonra gələn söz sizdə mənsubiyyət şəkilsi işləmiş oldu. Əgər ki, birbaşa mənsubiyyəti əvəzini özünə artırırsa, burada deyil ism əvəz eləyir. Amma özündən sonra gələn söz əvəzliyi, üzr istəyirəm, özündən sonra gələn söz mənsubiyyət şəkilsi işlənərsə, bu zaman deyirik sifət əvəz etmiş olur. Bəzən təhlildə çox böyük səhv edirlər burada. Sintaktik təhlil zamanı öz sözü hansı suala cavab verir və təyin götürürlər. Kitabımı götürürlər tamamlıq. Təbii ki, bu təhlil səhvdir. Əgər ki, mənsubiyyəti biz özündən sonra gələn sözə qəbul etdiriksə, bu zaman onları sintaktik təhlil zamanı bir yerdə götürməlisiniz. Öz kitabımı geri alacağım. Fikir verirsə, mən bir yerdə bunu nə kimi götürdüm? Sintaktik təhlildə tamamlıq kimi. Yəni, ayrı sintaktik təhlil etmirik bunu. Daha sonra sual əvəziləri. Sual əvəziləri nədir? Sual əvəziləri sual məqsədi ilə işlədilir. Əsas dil hissələrinin sualları yadda saxlayaq ki, sizdə deməli, sual əvəziləridir. Quruluş baxımından yenə sadəsi, düzəltməsi və mürəkkəb olur. Məsələn, sadə sual əvəzlərinə deyək ki, nə, necə, neçə və s. Bunlar sizə quruluş baxımından sadə sual əvəzləridir. Düzəltmə sual əvəzlərinə deyirik, haralı və neçəndir sözlərini misal göstərə bilərik. Quruluş baxımından düzəltmədir. Mürəkkəbləri sizə deyirik iki sözün birləşməsinə əmələ gəlir. Nə cür, daha sonra nə qədər, neçə hissə, nə etdi. Bunlar sizdə olur quruluş baxımından mürəkkəb sual əvəzləri. Bütün cümlə nitq hissələrini əvəz etdiyinə görə, yəni biz bilirik ki, əsas nitq hissələrinin sualları sual əvəzləridir. Buna görə də bütün cümlə özləri vəzifəsinə çıxış edir. Və nəyə diqqət yetirək? Əgər hər hansısa bir sintaktik cəhətdən biz sual əvəzlərini təhlil etmiş oluruqsa, təbii ki, biz bilirik ki, cümlə üzvlərinə biz sual verərək tapırıq. Yadda saxlayın, əgər hər hansısa bir cümlə üzvü sual əvəzi ilə ifadə olunubsa, sual əvəzi orada suala cavab verməyəcək. Yəni, məna cəhətdən, məntiq cəhətdən düşünməliyik ki, kim sualına yenidən gəlib kim deyə bilmərik də. Məsələn, qeyd edək. Kim gəldi? Aha. Verilən burada kim sözü sizdə sual əvəzliyidir. Mübtəda sual əvəzli ifadə olunub. Yenidən gəlib mən buna cümlə üzvüdür, sual verə bilmərəm. Yəni, hansı nitq hissəsinin sualına cavab verirsə, sintaktik cəhətdən də həmin cümlə üzvü kimi işlənmiş olur. Daha sonra, sual əvəzləri yadda saxlayaq ki, əvəzin yeganə məna növüdür ki, əvəzin özünü də əvəz etmiş olur. Daha sonra, məsələn, nümunə kimi yazaq. Əli gəldi.
Bilirik ki, əli sözü bizdə isimdir, canlı. Ə, Şəxs əvəzi ilə bunu əvəz edə bilərik. Əvəz edə deyək, o gəldi. O bizdə şəxs əvəzi idi. İndi şəxs əvəzini əvəz edirəm mən sual əvəzi ilə. Kim gəldi? Kim verdisə, deməli, sual əvəzliyi, deməli, şəxs əvəzini də özünü əvəz etmiş oldu. Yadımızda qalsın. Daha sonra danışaq sizinlə işarə əvəzlərinə. İşarə əvəzləri nədir? İşarə əvəzləri işarə məqsədi ilə işlədilən əvəzlərə deyilir. O, bu, elə, belə və həmin. Bunlar sizdə işarə əvəzlərdir. Sualları sizdə necə, nə cür və hansı suallardır? Quruluş baxımından gördüyümüz kimi yalnız sadə olur, düzəltməsi və mürəkkəbi mövcud deyil. Adətən işarə əvəzləri sifət əvəz edir. Məsələn, o hadisə, bu kitab və yaxud da həmin hadisə. Yəni hansı hadisə, necə hadisə, sual, hansı hadisə sualını verirsə, deməli nəyə əvəz etmiş olur? Sifətə əvəz etmiş olur. Amonimliyinə gəldikdə isə bilirik ki, o əvəzliyi bizdə amonimdir. Həm şəxs əvəzliyi kimi işlənir, həm də işarə əvəzliyi. Bəs cümlə daxilində biz necə bilək ki, o hansı cümlədə şəxsdir və yaxud da işarədir? Bilirik ki, şəxs əvəzliyi yalnız ismi əvəz edir. İşarə əvəzləri də sizdə əgər ki, o işarə əvəzliyidirsə, sifət əvəz etməlidir. Deməli, əgər ki, cümlədə işləmiş o-ya mən gəlib kim və yaxud da nə sualını verirəmsə, deməli, ismi əvəz edir və şəxs əvəzliyidir. Sifətin sualına cavab verirsə o, sizdə. Deməli, bu nədir burada? İşarə əvəzliyi kimi işlənir. Məsələn, o gəldi, sual verək. Deməli, kim gəldi? Kim sualı, ismin sualı deməli, burada şəxs əvəzliyidir. Amma deyirəm ki, o kitab sıxıcıdır. Baxaq, sıxıcıdır. Nə? Kitab. Sual veririk. Hansı kitab? O kitab. Fikir verirsə, burada artıq o sözü sizdə sifətin sonuna cavab verdi. Deməli, avtomatik olaraq biz buna nə demiş oluruq? İşarə əvəzliyi demiş oluruq. O əvəzliyinin amoniminə diqqət yetiririk. İndi, deməli, gəlin danışaq sizə həmin əvəzliyinə. Yadda saxlayaq ki, həmin əvəzliyi bizdə sifət əvəz etmiş olur. Digər ismi və yaxud da digər nikslərini əvəz etmək xüsusiyyətinə malik deyil. Elə və belə əvəzləri sizdə cümlədə həm ismi, həm sifəti, həm də zərfi əvəz edə bilər. Elə və belə. İsim, sifət və zərf əvəz edir. İsmi əvəz etmək üçün ismə məxsus şəkilçilər qəbul etməlidir. Eləsini mən bilirəm. Fikir verirsə, ismə məxsus şəkilçi qəbul etdi, mənasibət və hal şəkilçisi, deməli ismi əvəz etdi. Sifəti əvəz etməsi üçün elə və belə sözlərindən sonra bir əşya, bir isim gəlməlidir. Elə kitab. Daha maraqlıdır. Necə kitab, elə kitab. Deməli, burada sifət əvəz edir. Və yaxud da elə və belə sözlərindən sonra bir fe'l, bir hərəkət gələrsə, bu zaman biz deyirik ki, elə və belə sözlər zərf əvəz edir. Elə, danış, belə oxu. Burada artıq elə və belə sözlərdən sonra bir hərəkət, bir fe'l gəldiyinə görə biz deyirik ki, elə və belə sözlər zərfi əvəz etmiş olur. Baxın, mən dəfələrlə qeyd edirəm ki, zərfi və yaxud da sifət əvəz edir. Ən çox qarışdırılan məqam budur ki, elə və belə sözləri tələbələr zərf və yaxud da sifət hesab edirlər. Yadda saxlayın, elə və belə sözlər əsas nitq hissəsi baxımından yalnız əvəzidir. Bunları sifət və zərf hesab edə bilmərik. Daha sonra keçək sizə o və bu əvəzi ilə danışaq. O və bu əvəzindən sonra vergülün qoyulması qaydası. Deməli, biz bilirik ki, əsas məqam nədir sizdə? O və budan sonra vergülün qoyulması. Gəlin başlayaq. Əgər ki, cümlədə o şəxs əvəzliyi və bu. Bilirik ki, ümumiyyətlə şəxs əvəzliyi kimidirsə, o. Yalnız isim əvəzliyi və bu. İşarə əvəzliyi. Bu da sizdə həm ismi, həm sifət əvəz edir. Əgər ismi məxsus şəkilçi qəbul edirsə və yaxud da sonuna cavab verirsə, ismi əvəz edəcək. Sifətin sonuna cavab verərsə, sifəti əvəz etmiş olacaq. Deməli,
O şəxs əvəzi və bu işarə əvəzliyi ismi əvəz edərsə və özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal sözlər və nida gələrsə, o və bundan sonra vergül qoyulur. Vergül qoyulur. Baxın, buna diqqət yetirin. Əgər ki, o şəxs və bu işarə əvəzliyi ismi əvəz edərsə, özündən sonra qeyd etdiyimiz nitq hissələri gələrsə, o və bundan sonra vergül qoyulmalıdır. Məsələn, deməli, o oxuyanlara kömək edəcək. Deməli, baxaq, kömək edəcək. Kim? Baxın, kim sualına cavab verir? Yəni, deməli, ismi əvəz edib. Kim sualına cavab verdi və özündən sonra bir an şəkilçili feili sifət gəldisə, deməli, mən burada vergüldən istifadə etməliyəm. Və yaxud da o, əlbəttə, gələcək. Gələcək. Kim? O. Kim sualına cavab verdi və özündən sonra əlbəttə modal söz gəldiyinə görə mən nə edirəm? Ondan sonra vergül qoymuş oluram. Və yaxud da bu işlənsin. Bu Əlinin kitabıdır. Baxaq. Əlinin kitabıdır. Nə? Baxın, nə? İsmin sualına cavab verdi. Deməli, işarə vəzli ismə əvəz elədi. Yəni, bu işarə vəzli ismə əvəz etdi. Və bundan sonra sizdə əli isim gəldiyinə görə bu əvəzindən sonra vergül qoyulur. Daha sonra, əgər ki, o şəxs əvəzliyi və bu işarə əvəzliyi olarsa, özündən sonra yuxarıda qeyd etdiyim nitq hissələrindən başqa feil. Feildən də feili sifət istisnadır. İstisna. Qoşma, bağlayıcı, ədat və əvəzlik gələrsə, vergül qoyulmur. Buna diqqət yetirək. Vergül qoyulmur. Məsələn, qeyd edək, bu oxuyur. Və yaxud da qeyd edək burada, o səninlə danışmır. Aha. Burada oxuyur kim? Bu. İsmi əvəz etdi. Amma burada özündən sonra bir feil gəldiyinə görə, oxuyur sözü də feildir və mən burada vergül qoymuram. Danışmır kim? O. Şəxs əvəzidir, ism əvəz edir. Amma özündən sonra sən şəxs əvəzi gəldiyinə görə vergül istifadə olunmur. Yanımızda qalsın. Daha sonra üçüncü qaydamız nədir? O işarə əvəzliyi və bu. Hər ikisi işarə kimi işlənir. Sifət əvəz eləyir. Bilirik ki, ümumiyyətlə o işarə əvəzliyi sifət əvəz edir. Sifəti əvəz edərsə, ümumiyyətlə vergül qoyulmur. Deməli, məsələn, gəlin burada yazaq. O kitab mənimdir. Burada mənimdir nə? Kitab. Hansı kitab? O kitab. Hansı? Sualına cavab verdi. Deməli, burada sifət əvəz etdi və deməli, mən burada ümumiyyətlə odan sonra vergül qoymuş olmayacaq. Buna diqqət yetirin. Amma bizdə elə cümlələr var ki, biz artıq intonasiyadan istifadə edərək cümlədə o və budan sonra vergül qoya da bilərik, qoymaya da bilərik. Bu artıq dediyim kimi bizim intonasiyadan asılıdır. Məsələn, o evin sahibidir. O evin sahibidir. Deməli, deyirik, əgər mən buraya gəlib oya, yəni 2 dəfə yazaq mı? Deməli, evin sahibidir. Kim? Əgər mən burada kim sualına cavab verirəmsə, oya. Deməli, özünə sonra ev isim gəldiyinə görə, burada odan sonra vergül qoyuram. Amma gəlib burada oya mən hansı sualını, yəni sifətin sualını verirəmsə, evin sahibidir. Hansı evin? O evin.
Artıq mən burada o'dan sonra vergül qoymuş olmayacağam. Dediyim kimi belə cümlələr artıq sizin intonasiyanızdan asılı. Bunu yadda saxlayın. Daha sonra bir məqama da toxunacağam. Bizdə deyirik ki, əvəzlikdən sonra, yəni o və budan sonra əvəzlik gələrsə, ümumiyyətlə vergül qoymur. Amma biz sizinlə həmciz üzvlərdən bəhs edəcəyik. Orada bilirik ki, həmciz üzvlər arasında bizdə vergüldən istifadə olur. Məsələn, o, mən sabah getməliyik. Sabah getməliyik. Aha. Baxın, getməliyik kim? O və mən. Burada baxın, o sizdə kim sualına cavab verdi və ism əvəz etdi. Və desəniz ki, bəs biz burada vergül istifadə etməməliyik. Nəyə görə özündən sonra əvəzlik gəlib? Xeyr, səhvdir. Burada o və mən sizdə sadalama intonasiyası sadalanı və həmciz üzv olduğuna görə biz burada o'dan sonra nə edirik? Vergüldən istifadə etmiş oluruq. Yadınızda qalsın. Daha sonra biz sizə məlumat verək. Bəzi əvəzlərin işləmə məqamları var ki, yəni cümlə özü baxımından dedik ki, bütün əsaslı hissələrin əvəz etdiyinə görə bütün cümlə özləri vəzifəsində işlənir. Şəxs əvəzləri cümlənin mübtədası, tamamlığı, xəbəri vəzifəsində işlənir. Biz əvəzindən danışdıq ki, yönlü hal şəkilçisidir. Qəbul edərək bizə, sizə, onlara qəbul edib cümlənin yer zərfi kimi işlənir. Daha sonra işarə əvəzləri cümlədə mübtəda vəzifəsində işlənə bilər, cümlənin təyini ola bilər. Cümlənin zərfliyi vəzifəsində işlənir ki, məsələn, elə belə əvəzləri cümlədə zərfliyi vəzifəsində işlənə bilər. Daha sonra sual əvəzləri bilirik ki, bütün cümlə özləri vəzifəsində işlənir. Çünki bütün əsas nitq hissələrinin sualları sizdə sual əvəzləri olmuş olur. Belə. Bu gün sizinlə danışacağımız mövzu haqqında bu qədər. Əvəzlik haqqında danışacaqlarımız yetəri qədər oldu. Əgər hər hansısa bir çatışmayan məqamlar olarsa, növbəti izahlarda yenə məlumat verəcəm.